Peyğəmbər dünyasını dəyişəndən sonra bir gün Mədinədə zəlzələ oldu. Yer titrədi. Hamı töküldü bayıra. Hamı töküldü küçələrə. Zəlzələ olur. Evlərdən cəmaət tökülüb küçələrə. Gördülər Əli gəlir. Əli gələndə yer zəlzələ eləyirdi, möhkəm titrəyirdi. Ali aleyhisselam baxdı cemaata. Bu ayəni Ali orada oxudu. İza zulzilatil ardu zilzalaha. Bu ayəni oxudu. Ondan sonra ayağın yerə möhkəm vurdu. Dedi yer Ali sənə əmr eləyir, sakit ol. O gündən ki Ali bu surəni yerə oxudu və əmr elədi, sakit ol, Mədinə zəlzələ görməyib. İndiyə qədər, o gündən bu günə qədər Mədinədə zəlzələ görsənməyib. Salam aleyküm. İsa aleyhissalam ölüləri dirildəndə Allahın adı ilə dirildərdi. Musa aleyhissalam dənizi yararkən Allahın adı ilə eləyərdi. Muhammed, Allahın salamı olsun ona və onun ailəsinə, ayı ortadan bölərkən Allahın adı ilə etmişdir. Allah subhanahu ta'ala Nuh aleyhissalama deyir ki, Allahın adıyla gəmini düzəlt, örgədir. Ümumi olaraq Rəsul və Nəbilər möcüzə görsədərkən möcüzəni bağlamışlar Allaha. Amma bu Şiə inancında olan hədislər isə möcüzəni birbaşa olaraq bağlayırlar kimə? Əhl-i Beytə. Subhanallah. Sanki bu boyda nimətin sahibi Allah değil, Əhl-i Beytdir. Subhanallah. Bu şiyələr nə qədər Allahı geridə qoyurlar. İmam Əlini qabaqda qoyurlar. Subhanallah. O gündən ki Əli bu surəni yerə oxudu və əmr elədi, sakit ol, Mədinə zəlzələ görməyib. Fikir verin. Deyir ki, İmam Əli əmr elədi. Vallahi İmam Əli nəyəsə əmr eləsə, ən azı deyər ki, Allahın adı ilə ol, Allahın adı ilə, Allahın ismi ilə. Yoxsa İmam Əli bu boyda möcüzəni öz adına yazdı, Allahı unutdu. Rəbb, aləmlərin Rəbbi olan Allahdır. İmam Əli deyil. Əlbəttə ki, çoxumuza görə aləmlərin Rəbbi İmam Əlidir. Amma müsəlmanlara görə aləmlərin Rəbbi olan Allahdır, Allah. Subhanallah.